Herkese selam. Kanalımıza ve yeni YouTube videomuza her biriniz hoş gelmişsiniz. Uzun bir aradan sonra yeniden biz qayıtdıq. Bugün ne çekirik uşaqlar? Bilmirlər. Etdiyimi, etmədiyimi videosu çekirik. Necədir o? Sizə öncə başa salım. Deməli, uşaqlara suallar hazırlamışam. Bu suallarda onların bütün gizlətdikləri, zibilləri, pasları hamısı çıxacaq ortaya. Neyse, başlayaq. Uşaqlara suallar vereceğim. Onlar da etdiyi, göstər kağızıma yatdım. Etdiyi derken bunu, etməyi derken de bunu gösterəcəklər. İndi görək bunların bizdən gizlədikləri, etdikləri və yaxud bizə etmədim dedikləri nəyləri ediblər. Amma bizə etmədim, bizim dünyadan xəbərimiz yoxdur bəlkə də. Neyse, başlayırıq. Suallar hazırlamışam. Başlayıram onun sualları bu cücələrimə verməyə. Başlayaq. O sırada Rav. Deməli uşaqlar, başlayaq bu sualdan. Hadi bismillah. Gələm yanıma valerian zad qoyaydım. O neyse. Utandı. Oxuyursan? Yaxşı edirsən. Yaxşı. Heç yeməyinizi yeməyib, aparıb atmısınız. Mesela mən sizə yemək... Düzün, dinləyin də. Aşkım dinlə də. Mesela mən sizə yemək qoymuşam. Siz o yeməyi yeməmsiniz. Aparıb atmısınız ama yemiş kimi eləmişsiniz. Eləmişsən elə bir şey? Eləmişsən? Eləməmişsən. Raf, yeməyini atın. Yox, Raf zaten eləməyib. Çevir onu, çevir. Hə, Raf yeməyi çox sevir. Yeməyi çox sevir və mənə yeməkdə heç incitmir. Otur. Şükür Allah, aferin sizə. Sonra, heç atanıza və ananıza yalan danışmışsınız? Düzgün düşün. Danışmısan? Raf bizə yalan danışmır. Raf sən həmişə yalan danışırsan. Mən vurmadım desəm, amma besin sən vurursan bacını. Sən çevir. Gördünüz. Sən yalan danışırsan. Ay, sağ ol. Aha, qoyun yerə. Üçüncü sualımız. Heç bizdən icazəsiz bir yerə getmişsiniz. Dinlə. Rayonda ola bilər. Məsələn, bizim içəridə başımız qarışsın. Siz hər hansı bir qonşuya gedəsiniz. Və yaxud həyətə düşəsiniz bizdən icazəsiz. Və yaxud mən çıxım, mən qapını kilitləyincə siz blokdan çıxasınız. Bunlar da sayılır. Etmişsiniz. Sən icazəsiz bir yerə getməmsən rayonda. Nə bilim, nənəcilin qonşuya, xanım nənəcilin qonşusuna, ya rəysən nənəcilin qonşusunda. Doğru de. Düzün de. Düzün de. Bəli. Bir dəfə rayonda arkadaşlar. Hə, eşidirik səni, buyur. Bibimcilə getdik, nənəcilə getdik. Hə, gəzdin. Hə, rayonda çıxıb rayon. Hə, buyur de. Ses geldi. Labirintim atardı. Asistliğimde bir tane kız gördü. Day bağladım kapını. Deməli neymiş? Gördünüz mü? Ben mallarımı bilirim arkadaşlar. Neyse, növbəti sualımız. Aha. Yolda, çöldə bir yerə çıxanda biz yerə zibil atmışsınız. Qaqaş atıp. Atmışsın. Aferin, düz tutdun. Sen atmısan? Yok. Aferin. Ben hiç vaxt. Onda düz tut da hayatım. Oy. Yo. Atmısan, atmamışsın. Ayşe. Anne bu yedi. Qaqaş atıp. Bir də bir şey söyleyeyim. Yedi. Sevra o konuda çox həssasdır. Heç vaxt yerə zibil atmaz. Heç vaxt. Hətta yolda gördüyü zibilləri belə. Yolda gördüğü... Ben bir daha bir şey diyeyim. De. Ben meşrepten gelende kimse buna sorma vermişti. Çubuğunu attığı yere ben gittim götürdüm ağacın dalına koydum. Doğru deyir. Ben de ayağımı... Aha, növbəti sual. Birinin... Mama dışarıda ben de ayağmışım. Yaxşı. Birinin icazəsiz bir şeyini götürmüsünüz. Raf çox düz deyir, götürür. Sən götürməmsən icazəsiz seçinəyi. Məsələn, mənim makyaj malzemelərimi. İcazə alıp götürdüm. Həmişə icazə almısan. Məsələn, mənim telefonumu. Yatanda, o yatma istəmirəm. Deməli, yaxşı. Konuda götürməmsən, haqlısan. Sevra o konuda çox disiplinli uşaqdır həqiqətən. Bu da başımın belası. Rafcik. Neyse, növbəti sualımız.
Məktəbdən pis qiymət alıb evdə gizlətmisən. Bu sual Sevra'yadır. Gizlətmisən? Aferin. Çünki gizlədə bilməsən zaten nəsə pis qiymət alsan, müəllimə mənə deyər ki, keçən ildən bəri Sevra məktəbə gedir, heç vaxt çox pis oxuyanlardan olmayıb. Həmişə bir ara hər zaman bəli yaxşı qiymətlərdə alanlardan olub. Çünki onun anası da o vaxt elə olub. Aferin qızıma. Eləmə Rauf. Gibiş. Yaxşı, növbəti sualımız. Rauf sual verirəm. Növbəti sualımız. Bir dəqiqə, bu sualı bir dəfə vermişim. Hə. Heç vəbşə tək atayla ana. Rauf eləmə də balam. Tək atayla anaya yoxdur. Həyatım sual verirəm. Tək mama ilə ataya yoxdur. Yəni rəfiqəvi ola bilər. Nə bilim ətrafında kiməsə heç yalan danışmısınız? Hə. Düz tutmusan. Kiməsə yalan danışmısan heç? Rauf heç kiməsə yalan danışmısan? Rauf heç kiməsə yalan danışmısan? Danışmışsan qaqaş, danışmışsın. Danışıb ama danışıb. Nə danışıb? Deyir ki bacı məni vurdu. Bu məni vurdu. Bu yedi. Bu yedi. Niyə vurursan? Bu yedi. Adam niyə vurursan uşağı? Otur yerə. Düz deyirəm, lekin qoysun. Düz. Bu sənə. Mən deməmişəm axı. Düz tut. İlk düz deyirsən, yalan danışırsan. May. Qaçdı. Kimişsən məni. Sən kim deyiləmədi axı? Sindədi də. Allahım, bu ağlamaya başına böyüdü, çox böyük bəla olacaq. Nəysə, götür, ding, onu vur. Hə? Ding. Ay, sağ ol. Növbəti. Hansı əşyanızı itirmisiniz? İkisi də cavab verdi. İtirmisiniz? Mən babamı itirmişim. Uşaqlar, Sevra lababasını. Ya bu pərsəti varmış. Yox, sən maşını itirmisən. Sənə maşını almışdım rayondan. Onu itirmisən. Hansı maşın? Belə tapanca maşını var deyə onu itirib. Bilirəm harda. Parkda qalmışdı da. Hansı parkda? Hardadır o? Parkda itirib. Parkda itirməyib deyim, sən nənəgildə qal. O gətirmişdi onu. Məktəbə neçə müddət apardı, gətirdi. Sən bir şey deyim. De. O maşını var ya, polis maşını. Almışdın keçən dəfə dırnağa gedəndə. O rayonda qalır. Nənəgilin, xanım nənəgilin evində divan... Hə, neyini? Aha. Mamadan gizlədiyiniz hər hansı bir sirriniz olub? İyice düşün. Olub? Nə olub? Başa düşmədim. Nə olub? Nə gizlətmisən məndən, hə? Hə? Nə gizlətmisən məndən? Bir yandır deyim. Yox, de. Ben istəmirəm. Belə görünməsin istəmirəm. Adını da çəkəcəm. Kimin adını çəkəcəksən? Deyəcəm də rayonda get. Yox, sən çək, mən kəsərəm. Hə. Eləmə, otur da, Raf, otur, video çəkir yaxın. Deyim olub, amma deyim bunu. O vaxtı rayondaydıq. Hə, biz də rayona getmiyor, bütün zirzibillərimiz hamısı orada. Hə, rayondayıq. Hə, rayondayıq. Nə getmişdi ya. Hə. Onda demişəm. Nə demişsən? O dəfə qaqaş belə çəkdi ya o gücü ilə. Nəyi çəkdi? Divanı. Hə, onu da. Hə, Sevraya tapşırmışıq ki, evdə olan söhbəti gedib heç yerə danışmaq olmaz. O da deyir ki, gedib orada demişəm. Ki, bəs evdə olan söhbəti orada danışdığı üçün heç nə demirəm ki, otur. Amma ya deyirsən? Hə, deyirəm səni sevirəm. Yox. Tapanca eve qayıtdı. Buna təəssüf, hə, tapanca maşının qaldı parkda. Parkda itirmişsən. Git otur, git. Hə, obşum, ona demişik ki, evdə olan söhbəti heç yerə danışmaq olmaz. O da orada deyib və məndən gizlədi, indi eşidirəm. Sonra, heç cırıq corabla ayaqqabı geyinib harasa getmişsiniz? Getmişsən? Duraf gedib düz deyir. Məktəbə gedəndə tənbəllik elədim, dəyişməyə. Cırıq corabla geyindi, ayaqqabısını getdi. Nəysə. Aha, heç atanıza danışdığınız yalan olub?
Doğru, atamızdan hiçbir şey gizletmirik. Aferin. Sen danışmamışsan ataya yalan. Ata senden soruşanda bugün mamanı incitmişsən, sen ne deyirsən? Yok. Deyirsən ki, yok incitməmişim ama Yok. incitmişsən axı. Yok istemeyeceğim. İncitmişsən axı məni. Yok istemeyeceğim. Nə istəməyəcəksən? İşte bir kapı kapışaba. Hə, uca getdi başqa dilə. Aha. Növbəti sorumuz, növbəti sualımız. Evdə Evdə nə? Ada deyəndə nə ay uşaq. Evdə nə isə cırıb, dağıdıb, dəqiq sualı itirdim ana. Aha, evdə nə isə cırıb və ya dağıdıb gizlətdiyiniz olub. Evdə nə isə cırmısınız, aşıtmısınız, dağıtmısınız və bizdən gizlətmisiniz, elə bir şey olub. Zırmamışam ama olub. Nə? Zırmamışam. Deyirəm də bütün zirzibillər hamısı çıxacaq ortaya. Hə, nə olub? Plastiğim var idi götürmüştüm ha. Kakaşı ben için katıştı diye. Aha, buyur. Sen yatmıştın ha. Aha. İndi. İndi, hə. Ha, indi. Hə. Ha, onu götürmüşəm. Bak paylaşmamışam onu. Sana göstermemişim. Sen çünkü bakmıyorsan orada. Arkadaşlarla bir yerde ne kadar bir tane kap götürmüşəm. Hə, nə demək istəyir? Bir də açıqlaması verim, sonra davam elə həyatım. Bu Zevra planşetində, yaxşı, indi tökərəm içərsən. Elə otur. Hə, Sevra planşetində sizə özəl videolar çəkir. Əgər istəsəniz bir gün Sevranın planşetinin qurdalama videosu gələr. Yok. Nəysə, iraq olsun. Nədə də? Deyim. Otur mən balam. Onda qorxma. Onda sənə də daha video çəkməyəcəm, Raf. Mama. Gizlettiğim olup değil. Hə, de, hə. Kesmediğimin olur. Təzə plastirin götürmüşsən. Plastiğini götürmüşüm. Hə, Senden gizli yok ha. Senden icazə almışam. Hə. Bunu deyim. Hə, eşidirəm Diye. səni. Arkadaşlar. Arkadaş. Ben gizlisin. Arkadaşlar. Hə, yaxşı, otur. Hə, arkadaşlar. O bilirsiniz nədir? Belə quş var, uçan pır uçur. Onun öydə ondan yapışdırmışdıq oraya. Quşu hardadır, məhv olub gedib. Bunu elə qoparan yoxdur oradan. Bədbəxt qalıb orada. Hı. Ha, dediğim bunu. Otur, Rauf. Ne kadar karantik atıp eşidirdin de ne kadar karantik atıp bağlamışız ve sizlerle bir yerde aşağılar. Mamam onu paylaşmayayım, babamın telefonundadır. Getmişəm. Suda doldurmuşam, sabunu elime almışam, belə eləmişəm, vurmuşam suyun içine, plastiğimi koymuşam karantinine, buzun yanına, buzdan elime atıp tökmüşəm. Sonradan o qalıb Sevra, mən 40 dəqiqə yatmamışam. Sən bu qədər iş açan eləmişsən. Hə? Mən heç 40 dəqiqə yatmamışam. Sən bu qədər şey açan eləmişsən. Özüm fikirləşdim. Hə, axır nəsə dağıtmışsan. Ben necə deyirsən ki, nəsə dağıtmışam. Neyse, Raf otur. Raf otur. Otur. Sonra Eləmədə. kiməsə yalandan səni çox istəyirəm demisiniz. Kiməsə yəni onu istəmirsiniz, sevmirsiniz amma yəni hə səni çox istəyirəm demisiniz. İstəyəm. İnşallah Raf sizi dişləyir. Böööö. Demə. Demisən? Raf, kiməsə yalandan səni çox istəyirəm demisən? Otur, görünmürsən həyatım. Yəqin deyib. Deməmisən? Yox, o hər şey üzə deyir. Deməyəcəm. Yaxşı. Növbəti sualımız. Mən sizi yatmaya göndərirəm. Yuxun gəlir. Uşaqları abed vaxtı yatışdırmıram çünki gecə yatmırlar. Varsa 9-a qalmış, 9-da yatırlar. Hə. Deməli baxın, mən sizi yerinizə qoyuram ha. Deyirəm ki, yatın. Siz yatmamısınız amma yatmış kimi eləyirsiniz. Heç eləmişsiniz elə bir şey? Eləmişsən? 100% eləməmişsən? Yaxşı. Sən eləmişsən? Raf zaten o qədər qaçır ki gün ərzində. Eləmişəm. Hə? Ay səni cırtda. Daşdım hatta. Hatta daşdım ha. Hə, otur. Aha. Ən çox atanızı qısqanırsınız və yaxud ananızı və yaxud belə deyim də atanız başqa uşağı nazlayanda qısqanırsınız yoxsa mən? Sən.
şeyinə qurban olum. Sən. Mama ata. Ata kimisə naziyəndə qısqanırsan, ya mama kimisə naziyəndə qısqanırsan. Qaqaşı sən naziyəndə mən çox qısqanıram. Şeyinə qurban olum. Mən ikisi də naz deyirəm də həyatım. Ama onun ürəyimdəysən axı. Sən də həyatım deyirəm. Nə vursan? Nə biləyəm bu çəkdə? Sən də yandıydın. Sən də vur. Necə vurdu səni? Aa, yavaş otur. Zarafat edirəm, demədim öldürün özünüzü burada. Rauf. Mən səni də sevməyəcəm, Rauf. Rauf olsun. Otur, Rauf, balam, otur. Mən ikisi də naz deyirəm də həyatım. Prosto elə o bəbədir deyə gəlir. Məsələn, belə deyim də, sən təmas sevmirsən. Sən tez-tez gəlib məni qucaqlamırsan, öpmürsən. Amma dəqiqə başı gəlir, yapım üzümü öpür. Öpür gedir, mən də naz deyirəm. Neyim körpədir də. Körpə deyil. Düz deyirsən. Yalan danışmayı da bilir, vura da bilir. Ada! Sən də vur ağlama. İti... Aa! Vay elə yox. Neynirsən? Elə yoxda da. Öp bacını. Quc eləyim bir-birci. Onu səni parka aparmayacağım. Yapayım. Onu da quc elə bacını. Yox. İstəmirsən. Eləmə, deyil. Tak, niyə deyirsən axı? Rauf. Bir tane videom yandı da onu çek. Otur. Otur adam kimi. Daha səndən video çəkməyəcəm. Ay dədə. Nə baxsan? Çəkməyəcəm də. Deyirəm sənə. Niyə vursan bacını elə? Kim vurdu bacını elə? Şey. Görürsünüz Rauf. Ay Allah. Neyse sual yaddan çıxdı, oyun yaddan çıxdı, ailə münaqişəsinə döndü. Belə. İndi heç saqqızımızı çeynəyib, saqqız vermişəm də söz taxtı çeynəməyə. Saqqızı çeynəyib evdə harasa yapışdırdığımız olub. Olmuyor. 100% olmayıb Sevroş. Heç olmuyor. Hə. Sən saqqız çeynəyirsən, hə? Düz Raufda olmayıb çünki saqqız çeynəmir, aferin. Mən saqqız yiyəm. Yaf saqqız yiyəm. Rauf saqqız yeyir. Aferin. Yaxşı, növbəti sual. Heç sevmədiyiniz, yox, sevdiyiniz yeməyi sevmirəm dediyiniz olub? Yalan danışdınız. Burada necə? Məsələn, bir yeməyi sevirsiniz, amma yemək istəmədiyiniz üçün mən bu yeməkdən istəmirəm dediyiniz olub? Olmayıb? Aferin. Raufda olub deyəsən. Bu arada sizə nə göstəreyim? Sevoşun əl işinə baxın. Bakın. Kirpi düzəldib qızım məktəbdə. Görün nə qəşəng eləyib. Mən tutduyum bunları. Yox. Mən istəyirəm. Eləməyin də, uşağımı eləmə də. Hə, bu qədər. Maraqlıydı sizcə? Bunu yeyəcəm ha. Bu qədər? Hə, bəs 16-dan 17-dən sol verdim sizə. Bunu yeyəcəm ha. Otur. Nə oldu? Bir dənə də. 17-dən sual verdim sizə, bəs Ama bir deyil. dənə də ya. Bir dənə. Bəsdir. Uşaqlar bu arada, Allah bu uşaq neyin? Uşaqlar bu arada 1-2 gün arxaya ancaq yeni il videolarımız gələcək. Nə gələcək? Qaç sürpriz olsun. Sürpriz olsun. Adam qızardı, baxın qıpqırmızı oldu. Nədir? Qıpqırmızı oldu, ay Allah. Eləmə, ədə. Ay uşaq. Mən küstüm səndən. Yaxşı day. Dəlisən bala. Dəyişərsən. Sağ ol. Hə uşaqlar. Ana bir dənə də özüm deyim də. Sən mənə sual verəsən, hə? Nə? Hə, yaxşı sən mənə sual verin də. Çağırsın onu. Ver. Sual ver görüm. Ama bana Hə, sən də ver. Hə, sual ver görüm. Mama, Bu videonu bir dəfə atayla da çəkək. mama, heç vaxt məndən gizlətdiyim bir şey olur. Raf, elə, bir dənə yerimizi dəyişin. Qıqış. Sən o zəki çalışın, video çəkirik. Hə. Tak eləyir, Raf, altda adam var. Eləmə tak, yaxşı. Nə deyirsən balam, bir sualı təkrar elə.
Səndən Heç gizlətdiyim bir şey olub Yox, deyirsən. ya dəyişdim. Heç vaxt saqqızının bir yerə sürtmüsən. Hə, mən yapışdırmışam. Uşaq vaxtı qrafatımın qırağına yapışdırırdım. Arkadaşlar. Yatıb eləyəndə sonra sərdirib atırdım. Kuş beyaz. Rauf yenə oyun bozanlıq yapıyor. Şavaş, hə, növbətə sual verdim. Bu da qəşəng oldu. Ana tapdım. Pul tapdın, yaxşı elədin. Sənin de. Hə, çox sağ ol. Bəli, buyur. Heç vaxt məndən gizlətdiyin bir şey olub. Olur. Necə? De. Olub. Necə? Boş ver orasına mı olub? Deməlisən. Deməliyəm. Hı. Yaxşı. Gözü görüm olub mu? Dəqiq fikirləşim. Hə, olub. Cəzdə, mama olub de. Hə, səni məktəbə qoyduqdan sonra biz sənəd işimi həll eləyib məktəbə gəlmişəm. Səni də ora getməmişəm demişəm. Mama. Bir də harasa gedəndə arada Kuş. sən nənə bizdə olanda səni qoymuşdum. Ora harasa gedəndə deyirdik sənə həkimə falan getmişəm. Həkimə getmirdik. Kesməyə gedirdik. Kuş. İndi. Evet. Ayşe Kayal. Heç vaxt mənə yalan danışdığın olur. Yox, Səviş, mən sənə yalan danışmamışam. Gəl. Onda heç vaxt mənə haçansa mənə qışqırtma eləmisən. Ha, o qədər eləmişəm ha. Hətta video kanalda da vardı. Balam sənə video qışqırtma elədiyimiz. McDonald's-a gedəndə Hı. mənə yeməyi məcbur eləmisən. Ha. Mən nə deyəcəm? Çoxdur. Yes, mən sənə hər zaman yeməyə məcbur edirəm. Çünki yemək yemirsən, normal. Yəni, ata planşet sındağı niyə atırsan? Mən də atayım. Atma. Heç vaxt mənə qışqırdığın olub. Ha, olur, o qədər qışqırır, hər gün qışqırır. Niyə atırsan qabı? Heç vaxt mənə eləmə deyəndə məni vurmayan olub. Ha, əlinə tikmişəm bir iki dənə. Ailə sirlərinə doğru gedir. Biz ən yaxşısı. Bu videonu burada sonlandıraq. Heç vaxt məndən nəsə qaqaşa sürpriz aldığın olub. Yox. Mənə almadığın. Almısan. Nə? Qaqaşa nəsə alırsan, bir daha mənə almamışdın. Nə vaxt idi, açan idi, bilmirəm. Nə almışdım ki? Bilmirəm. Yaxşı, gəl belə danışaq. Normalda biz çölə çıxanda, metro tərəfə gedəndə bunlar qutu-mutuya girmək istəyirlər. Qutu-mutuya giririk. Rauf sırasını nəsə götürür. Amma Sevra qərar verə bilmir. Elə olur ki, biz harasa tələsirik, metroya nəzərdən gedək. Mən söz deyim. Işıqda parlayan slime istəyirsən almır. İşıqda parlament slime almaq istəmirəm mən balam. Çünki hər yer slime olur. İstəmirəm slime almaq. Pati alardı. Pati neçə dəfə almışıq. Divarlarıma ləkə eləyibsən büto. Hə. Qaqaşanda 60 da həyətə. Ha, yaxşı eləyib atıb. Divarlarım ləkə olur. Nəysə, dediyim kimi Qaqa atmışdı həyətə. biraz da qalsa bütün ailə sirlərimiz töküləcək hamısı ortaya. Heç vaxt. Sus kızım. Videomuzu beğendiyse kanalımıza abone olun. Yorum yazmayı unutmayın. Helal.